Ekran görürsünüz. Tamam. Ha, 1.1 zaten işləyirdik burada. Səhviniz var 1.1-də. Xeyr. Yox mən. Mətin var, səndə səhv. Mətin, Yoxdur. normal oxumağa başlayırsan, sənin üçün bir fürsətdir bu təkrar. Bu günə qədər geri qaldığın hər bir şey bərpa eləyə bilərsən. Biləm ki, deyəsən fizikadan da geri qalmısan, hə? Tamam. Çatdır, sənin üçün bir fürsətdir bu təkrar. İnformatikanı bərpa eləyə bilərsən. Bu günə qədər keçdiyimiz hər şeyi. Sonra 1.1, sonra nəyə verdim? 3.1. Bəli. Tamam. Tamam, 3.1 açıq. Var burada səhviniz? Mənim səhv yox, yaza bilmədiyim var 32. 32. 12 megabayt həcmi olan qovluqdan və ümumi qovluğun 12 megabayt həcmi var. Dəqiqə. Orada bir dənə Aha. megabiti çevirə bilmədim. Deməli, 12 megabayt olan qovluqdan 256 kilobaytlıq səs tipli, 2 megabitlik qrafik tipli, 2048 baytlıq mətn tipli informasiya silinib. Yəni bunları cəmləyib 12-dən bunların cəmliyini çıxmalıyam. Deyir, silinəndən sonra nə qədər yerdə fayl qaldı? 256 da kilobaytlandır. İndi kilobayt var, megabit var, bayt var və megabayt var. Variantlara baxıram ki, çoxsu megabaytla. Deməli, ən axırda megabaytla tapacağam. Amma burada baxıram ki, 256 ilə 2048 kiçik rəqəmdir. 256 kilobaytlı bu qalsın. 2048 baytı megabayta çevirsəm çox kiçik ədəd alınır. Elə bunu kilobayta çevirib 1024-ə bölərəm. 1024-ə böləndə zaten eləyir 2. Bunu silirəm. Yazarım 2. Kilobayt. Aha. Aha. 2 kilobayt. 256 kilobayt da burada eləyir 258. Zaten onları rahat toplaya bilirəm. İki megabit. Megabayta çevirə bilərəmmi? Çevirə bilərəm. Elə 2 megabit. Baxım görüm çevirə bilirəm. Yox, çevirə bilmirəm. Çox kiçik ədəd alınır. Kilobayta çevirə bilərəm amma. 2 megabiti kilobayta çevirib 258-dən toplaya bilərəm. M-dan Q-ya keçirəm, bitdən bayta keçirəm. Bunun dərs izahı var idi axı mətin playlistin içinə. Mən playlist göndərmişdim sizə. Bu günə qədər olan bütün dərslər onun içindədir. O playlist var səndə? Var həmin. Hə, onun içində bu var idi. M-dan Q-ya keçəndə, böyükdən kiçiyə keçəndə vururam 210-a, megabaytdan kilobayta. Bitdən bayta keçəndə, kiçikdən balaca böyüyə keçəndə bölürəm 203-ə. 211 bölü 203 eləyir 208, yəni 256. 258 kilobayt burada, 256 kilobayt burada. Bir yana baxaq. 211, 208. Aha. İsti gəl. 256 bərabərdir. 258 ilə də 256-nı toplayıram, eləyir 514. 514 kilobayt qutardı 7. İndi 12 megabaytdan 514 çıxmaq üçün elə megabayt da kilobayta çevirərəm. 12 vuraram 1024-ə. Eləyər 12288. Çıxaram 514-ü. Eləyər 11774 kilobayt. Söz cavab olur A variantı. Aydındır? Bildim mən. Əla. Aysun, sən səhvin var? Yox, buradan yoxdur. 3.2-dən var. 3.2-dən? Bəli. Tamam, bax ona. Ha. Tamam. De gəlsin. 3.2-lər. 17. Baxaq 17-yə. Avtomobil nömrə və nişanları hərf və rəqəm simvollarının kombinasiyasından ibarətdir. Azərbaycanda avtomobil nömrələri region kodundan 74 variant. 26 hərflik ingilis əlifbasının ixtiyari 2 hərfindən və 3 rəqəmli onluq ədəddən formalaşır. Saatlı və Sabirabad. Bax Aysun, ancaq bizdən saatlı və Sabirabadı soruşursa, bu bizim deyək ki, avtomobil nömrəmizdir da. Burada 2 dənə hərf var, ortada 2 dənə
daha sonra 2 dənə rəqəm, 2 dənə hərf, axırda da 3 dənə olacaq. 1, 2, 3, 4, 5, 6, 7. Bax, burada ilk 2 yerdə ancaq saatlı ilə Sabirabad olurdu ya, cəmi neçədən variant var? Cəmi 2 dənə variant var. Ya saatlı olacaq, ya Sabirabad. Aydındır, vurulsun. Ortada deyir 26 hərflik ingilis əlifbası. Burada da 26 dənə ehtimal var, vur. Burada da 26 dənə ehtimal var. Yəni burada da ingilis əlifbasının hərfi ola bilir, burada da. 26 dənə ehtimal burada, 26 dənə burada. Axırda da onluq say sistemini 0-dan 9-a qədərdirsə, deməli 0-dan 9, 0-dan 9, 0-dan 9. 10 vur, 10 vur, 10. Yəni 2 vur 26-nın kvadratı vur 10 üstü 3. Aydın mı? Bəli. Bir də 35. 35. Müəyyən kodlaşdırma sistemində hər bir simvol 3 bayt həcmə malik olur. Bax, hər bir simvol 3 bayt, yəni bir simvol 3 bayt 24 bitdir. Bu 24 bitdə hər ehtimalı yazıram. Bu sistem ilə kodlaşdırılmış informasiya 2 səhifədən ibarətdir. Yəni bizim 2 dənə səhifəmiz var. Birinci səhifə, ikinci səhifə. Birinci səhifədəki informasiyanın həcmi ikincidən 2 dəfə çoxdur. Yəni ikinci x isə birinci 2x-dir. 2 dəfə çoxdur. Ümumi məlumatın həcmi 81 megabaytdır. Yəni bunların ikisinin cəmi 81 baytdır, özü megabayt yox. Olarsa birinci və ikinci səhifədə olan simvol sayı müəyyən edin. Mən ilk öncə x-i tapsam, taparam ki, yazıb ki, birinci səhifədəki informasiyanın həcmi ikincidən 2 dəfə çoxdur. Unicode demədiyinə görə, ASCII demədiyinə görə burada zaten yazıb. Bir simvol 3 baytdır. Mən buradan x-i tapsam, eləcək 3x bərabərdir 81. X bərabərdir neçəyə? 81-i 3-ə böləndə 27. 27. Yəni x 27-dirsə 2x olacaq 54. Bizə nə istəyir? Simvol sayını istəyir. Bizə nə deyir? Bu x nə idi? Birinci səhifədəki informasiya ikincidən 2 dəfə çoxdur. Yəni ikincidə 27 dənə simvol var, birincidə 54 dənə. Bizə deyir ki, simvol sayını üzr istəyirəm. İkinci 27 baytdır həcmi. Birinci 54 baytdır. Bizə də deyir, bir informasiyanın həcmi 3 baytdır, bir simvolun həcmi. Deməli 27 3-ə bölsəm eləcək 9 dənə simvol, 54 3-ə bölsəm eləcək neçə? 18 dənə simvol. Deməli birinci səhifədə 18 dənə simvol var, ikincidə 9 dənə simvol var. Aydındır? Bəli. Burada tapdığım 27 ilə 54 hər səhifədəki informasiyanın həcmidir. 27 bayt, 54 bayt. Sonra yoxdur, qurtardı. sənin var mətin? Yox, mən. Tamam. Gəl onda buradan yenə suallar işləyək. Mən suallar verim. Siz eləyin. 3.2-ni heç 3.3-ə baxaq. Buradan bu 0-1-ləri heç bunları özünüz yazacaqsınız. Bir də gəlsə bilməyəcəksiniz zaten üstündə. Yəni biraz çətin suallara baxaq. Yoldaşlar, burada bir dənə sual var. Bu sual. 16 bitlə kodlaşdırılan ən böyük natural halda hansıdır? Bunu bilmək üçün düsturdan istifadə edirik. 2 n ortada çıx 1. 536. Yox, 35. Baxın. N bitlə kodlaşdırılan ən böyük ədədin düsturu budur. Bu ən böyükdür. Ən böyük. N bitlə kodlaşdırılan ən kiçik ədədin düsturu budur. Ən kiçik. Bax, bunun dəftərinizə yazın. Ən böyük soruşanda 2 n ortada çıx 1-dir. Ən kiçik soruşanda 2 n qüvvətdə çıx 1-dir. İndi burada 16 bitlə kodlaşdırılan ən böyük ədəd deyirsə,
216 ortada çıx bir olacaq. Yəni 65536. Turan da gəldi aramıza. Aydınmı? Sonra Turan biz 3 nöqtə, daha doğrusu 1.1, 3.1, 3.2-yə baxdıq şeydən, ilk anlayışlardan. İndi 3.3-dən testlər edirik. Yox. Aha, sonra. "31 yazın görüm, 31-ci suala. Neçə aldınız? Tamam yaz. Mən də tapdım. Neçə? B. 50 ədəd fərqli simvoldan ibarət deyirsə, minimal əlifbanı soruşur. 50 dənə fərqli simvolumuz varsa, minimal əlifba tapan nə edirdik? 50-ni qoyuruq ən yaxın 2 istifadəyə. 50-yə ən yaxın 2 istifadə 206-dır. Yəni 64 simvollu əlifbadır mətin. Bax, minimal əlifbanı belə tapırıq. 50 dənə fərqli simvol varsa, 50-yə ən yaxın 2 istifadəni tapırıq. O da edir 64. İndi bizə deyir ki, bu 50 dənə fərqli simvolun həcmini tap minimal əlifbada. 64 simvol əlifbada bir simvol nə qədər yer tutacaq? 6 bit. Vəsə, 50 ilə vuracaq 6-ya eləyəcək 300 bit. Bu qədər saat. Mətin aydındır? Mətin buradadır. Mətin eşidirsən? Mətin gələcək. Hə, indi gəlir. Aydındır sənə? Mənim internet gəlmişdi. Hə. Başa düşmədin? İzah edeyim təzədən. Hansı sual? 31. 31. Yox, bildim mənim. Hə, tamam. Tamam. 36-ını yazın görüm. 36.
Neçə tapdınız? 35. Mən də Tapa bilmədim. Neçə? 30 var. Hamı 30 tapıb. Müəllim, mən tapa bilmədim. Niyə? Harda ilişdin Mətin? Müəllimin 24 simvollu əlifbada bir simvol 10 bitdi, Unicode-da 16 da. Hə. Cavabdan 10 çıxırsan 6 bit. Bax, Mətin informasiya Unicode-dan artırıb 24 simvolu əlifbasıdır. Bax, Unicode-da 16 bitdi, 24-də 10 bitdi, düzdür? Bunlar arasındakı fərq nə qədərdir Mətin? 6. Deyir ki, minimal əlifba sınıfına keçilən zaman informasiya həcmi 180 bit azaldı. Yəni, burada da azalan hissə nə qədərdir? 180 bit. Burada 6 bit azalıb, həcmdə 180 bit azalıb. Deməli, 186-ya bölsən, 30. neçə alacaq? 30. Suktarı getdi. Aslında bir simvol, bir byte olmalı. Zaten ASCII-də bir simvol, biz alırıq 30, deməli, 30 simvol, ASCII-də bir simvol 1 byte idi, 30 simvol ilə 30 byte eləyəcək. Bildim, müəllim, başa düşdüm. A variant. Yaxşı, indi bunu birinlə verəcəm. Bunu yazın görək, 37-ni. Mətin, sən tapa bilirsən? Bilirəm. Niyə alınmadı oyun?
Baxın, mətin informasiyon kod standartını 128 simvol. Bayaq 16 bitə vururdum, indi 7 bitə vururam. Düzdürmü? İnformasiya həcmi 180 bit azaldığını bilərik. 64 simvolu minimal əlifbada kodlaşdırırsan. Bunun ən rahat digər yolunu göstərim. 16 bitrən kodlaşanda həcm nə qədərmiş? X. Düzdür? 128 simvol əlifbaya keçəndə təbii ki, bu dəfə 7-yə vuram deyə həcm azalacaq. Olacaq x çıx 180. Düzdürmü? 7x bərabərdir 16x çıx 16-nı da 180-ə vursan, 16 vur 180. Eləyər 2880. Düzdürmü? Buradan da 9x bərabərdir 2880. X də bərabərdir 320. Mən nəyi tapdım? Mən tapdım həcmi. Yəni x məndə neçəymiş? 320 bit imiş. Düzdür? İndi buradan simvol sayını tapmaq üçün nə edərəm? 320-ni 16-ya bölərəm. 320 bölü 16. Eləyər 20. Deməli, mənim simvol sayım nə qədərmiş? 20 dənə. 20 simvolum var. 64 simvol əlifbada. Bir simvol 6 bitdirsə, 6 vur 20, bu deyəcək 120 bit. 120 biti də bayta çevirmək üçün 120 bölü 8 eləyər 15. Sadəcə doğru cavab yoxdur burada. Burada doğru cavab yoxdur. Bir dənə C variantında 0 silirsiniz olur 15. Aha, 15'dir. Yaxşı. Sonradan 16 bit yox, 32 bit kimi götürürəm. Yox, elə 15'dir. Gəlin bunu birinə verim. Bayını bunu eləyin. 42-ci sual. İstəyirəm bunu tam hamı anlasın bu sualları. 42 eləyin. Ne oldu yoldaşlar? Tapamadınız? Mən tapdım. Neçə tapdın? 2560. Kim? Başqa tapan var?
Hə? Yoldaşlar. Baxdım müəllim mənə. Turan tapa bildin sən? Bəli, Neçə 2560? bəli. Tamam. Tamam da bunun izahını demirəm. Yəqin ki, hamısı aydın oldu. Tamam. Yaxşı. Onda bunu eləyin görüm. 48-i. Tapa bildiniz yoldaşlar. Aysun tapdı. Yox, belə. Niyə? Bax sinifdə hər bir şagird üçün şəxsi iş jurnalı tərtib edilmişdir. Hər bir jurnalda 2 kilobayt həcmində qrafik informasiya var. Yəni bir jurnalın içində 2 kilobayt qrafik var. Qrafik. 8192 simvoldan ibarət mətn informasiyası var. Jurnal 4090. Elə ki bir dənə qrafik var, bir də mətn var. İndi mətnin həcmini tapmalıyım. 8192 213 eləyir. 496 simvolu minimal əlifbatsa 12-yə vuracam. 1 simvol 12 bitdi. Standartda kodlaşdırılmışdır. Bütün məlumatlar qovluğa yüklənən zaman ümumi həcmi 140 kilobayt olub. İndi 213 vur 12 bit. İndi mən baxıram bu kilobaytla da. Bunu kilobayta çevirsəm 213-ə bölməliyəm. 213-lər getsə qalacaq 12 kilobayt. Deməli mətnimizdə 12 kilobayt. Aydındır? 12 2 eləyir 14. 140-dan 14-ə bölündürəcək 10-lara şagird. Tamam. Bunlar rahatdır. Yaxşı, sonuncu da bunu eləyək bir dənə buna aid. Daha bundan sual verməyim sizə. 51-ci sual.
da tapdım. Neçə tapdınız? 6. Siz neçə Ben de tapdınız? 6 tapdım diye. Mətin sən nə tapdın? Sən hesablamış olarsan. Mən ümumiyyətlə dəxilsiz bir şey yapmışım. Mətin yazıb ki, Unicode əlifbasından 24 simvolu əlifbəyə çevriləndə Mən 16-dan 6-nı çıxırım. çox qutardı 7-də bir simvol həcmi 4 soruşur. dəfəndə 6-ya bölürüm. Yox ki, əzizim, səndən sadəcə bir simvol həcmi derinə qədər dəyişər. Bayaq 16-ya vururdun, indi ona 6 bit dəyişib də. Asan sualdır, yəni buna heç hesablama ehtiyac yoxdur. Aydındır? Yəni buna heç oturub 2 saat nə hesablayırsan? Yəni zaten bunu soruşur. Unicode-da buna keçəndə 4 hissəsini 6-ya böldü, mətnin uzunluğunu tapır. o heç o ayrı bir şeydir artıq. Ona görə onu hesablamaq. Bunlar heç. Da bunları bildiniz. Yaxşı, gəlin bu sualların biraz çətinini verim sizə. 59 yaz. Yaxşı, gəlin birinci asanı verim, sonra çətinini. 55 yazın görüm. Əla, neçə tapdınız? 320. Tamam. Yaxşı, indi bunun belə versiyasını eləyin. 59.
Tapa bilirsiniz yoldaşlar. Bəli. Neçə Müəllim, tapdın? bir sual verə bilərəm. Aha. 20% artırılmışdır demək. Bu 20% azaldılıb həcmi. Yəni yerdə qalan tapasan 80%. Həcmi 20% azalıb, yerdə qalan tapsan 80-i. Tapa bildin Turan? Aşağıdan yuxarı getdim, ona görə Düz eləmsən də, aşağıdan yuxarı gedir onsuz. 20 bayt azaldıqda çevirdim. Bax, deyir ki, ən aşağı nə deyir? Deyir ki, əməliyyatlardan sonra məlumatın 20 bayt oldu. Bax, 20 baytdır. Ondan əvvəl nə olub? Deyir ki, ən son 20% arxivləşdirilmişdir. Yəni 20% arxivləşdirilib, bu deməli 80-dir. Bax, bu 80 olan 80%dir. Mən bunun 100%-ni tapmalıyım. Deməli 100% nə qədərmiş? 24 imiş. Düzdür? Sonra deyir yarısı silinmiş. Deməli yarısı silinib 24 olubsa, deməli bu 42, 48 imiş. 42 nədir? 48 imiş. Sonra deyir ki, ilkin olaraq ASCII əlifbasından 16 simvolu minimal əlifbaya. Bax bu 48 bayt 16 simvolu əlifbadadır. Yəni bir simvol 4 bit olandadır. Məndən nə istəyir? ASCII əlifbasındakı istəyir. Yəni 8 bit olanda. Onu nəzərə almışdım. Hə, indi 48 baytı bitə çevirsəm 48 vur 8 elədi 384 bayt. İndi vuram bu 8 bitə. Vur 8 böl 4. Necə 768. Deməli bizdən bitlə soruşur. Bir dəqiqə 768. Mən başqa cür hesabladım. Mən başqa cür hesabladım. Yox, bir dəqiqə. Deməli 20 olub. 24 vur 80 böl 100. Ha yox, bu 24 deyilmiş axı. Bir dəqiqə. 20 80%-dirsə 20 vur 20 böl 80. Bir dəqiqə. 20% arxivləşdirilib, informasiya həcmi 20 bayt olub. Okay. 25 vur 80 böl 100. Bu 25-dir. Mətn sən 24 dedin. Bu 25-dir. 25. Bax 25-in 80%-i 25 vur 80 böl 100. 20 eləyir. Yəni bu 25 imiş. Bu da eləyir 50 bayt. Ona görə səhv getdi. Hə. Bu da 50 baytdır. Aydındır? İndi mən deməli tapıram ki, hal-hazırda baxın məndə 50 bayt olub. Nə zaman? Yarısı silinməmişdən əvvəl. Və bu hansı halda 50 bayt olub? 16 simvolu minimal əlifbaya çevrilən zaman. Yəni mənim simvol sayımı neçəyə vurub? 4 bitə vurub. Nə qədər olub? 50 bayt olub. Düzdürmü? Deməli bu əvvəl nə qədərmiş ki, hal-hazırda məndə 50 bayt olub. Məndə deməli bu əvvəl 800 imiş. 800 bit, yəni 100 bayt imiş. Niyə? Çünki ASCII əlifbasına mən nəyə vururam? 8 bitə vururam. 16 simvol əlifbada neçəyə vururam? 4 bitə vururam. Yəni 4 bitdə 50 baytdırsa, deməli 8 bitdə də 100 bayt olacaq 2 qat. Aydındır? Bu da bitlə soruşur. 100 vur 8 eləyir 800. Aysu sən necə eləmişdin? Mən orada deməli aslında 8 bitdi. Orada 214 16 simvolda minimal əlifbaya çeviririk. 204 elədi 4 bit. Ondan sonra 20% arxivləşdirilir, yəni 80% qalır. Sonra oradakı 20 baytı 160 bitə çevirirəm. Hə, elə sən yuxarıdan aşağı düşdün. Biz yuxarıdan aşağı, aşağıdan yuxarı qalxdıq. Aydındır? Tamam. Yaxşı, bunu tapın görüm 60-ı.
Tapa bildiniz yoldaşlar? Turan tapa bildin? Bəli. Mətin tapa bildin? Mən tapdım heç cavab yox. Yaxşı, 300 zeynanda cavabınızı deyin görünür tapmısınız. 300. Mən 400 ilə. 300, 420. Aysun sen ne tapdın? Mən də tapdım. Nətər tapdın 300'ü? Orada deməli birinci Unicode-da 16 bitdi, yəni 2 baytdı. 3-1 silinirdirsə, yəni 3-də 2-si qalır. Aha. 70% aktivləşir deyir, yəni 30% qalır. Sonra onu ASCII silirik, yəni 8 bit 1 bayt edir. Aha. Sonra həcmdə 30 baytdır. Nəysə, sonra ASCII-dən Unicode fərqi tapırıq. Yəni 30% ASCII-dədir, 60% Unicode-dadır. 30% qalıbsa, onda 60-ı bölürəm 0.3-ə, elədi 200%. Sonra 3-də 2-si qalmışdı bayaqların. 200-ü də vururam 2-də, yəni bölürəm 3-də 2-yə, vururam 2-də 3-ə, o da elədi 300. 300 Turan sen necə tapmısan? Mən də elə yazmışdım. Hə? Mən də elə yazmışdım. Mətin aydın oldu sən yoxsa yox? Bəli, mən deməyəcəymişəm. Aha. ASCII-də 30 bayt etsə, Unicode-da 60-dır, elə hesabla. Aha. Sonra 60 öz 30%-ə bərabərdir. Ha bu dəqiqə 60. Deyir 70% arxivləşmiş və Unicode sistemindən ASCII-nə. 60 da, yəni 30% 60-a bərabər olur. Aha. Aha. 100% isə 100% altdan yazılır, mən neçə bərabər. Aha. Sən Neçə alırsan buradan? oradan mənim dəqiqə 60 vur 100. Oy. 60 vur 100 böl 30. Aha alırsan 200. Yenə deyin işe alırsan da. mənim bir dəqiqə mənim. Bax. Mən də 30%-in altından 100% yazmaq yerinə 70%. Halaldır sana. Aysun görsən belə də rahatdır bu formada hesablamaq. Bəli, elə də Yəni ASCII-də 30-sa Unicode-da 60 olacaq və 30%, 70% silinibsə 30% qalıb. Bu da 60-dır. Şu tapsan 200. 3-də 2-si 200-sə o da olacaq 300. Aydındır? Mən yorğunam, ona görə hesablamalıyam. Problem deyil. Belə yoldaşlar, evə götürürsüz, 3.3-ü, 3.4-ü, 3.5-i. Yaxşı? 5-ci nə qədər? Zaten 3.3-ün çoxsunu burada elədik. 3.5. Gələn dərsi inşallah iki anlaşları bitirib keçirik say sistemlərinə. Nəyi? Qrupda kimsə yazarım. Hə, bir dənə Aysun yazarsan o qrupa, yaxşı? Tamam, oldu yoldaşlar. İnşallah gələn dərs görüşərik. Hələlik. Sağ olun.